Salam əziz izləyicilər, bugünkü videoda sizlərə HTML haqqında məlumat verəcəyəm. Videomuza keçməmişdən əvvəl kanalıma like atıb abunə olmağı unutmayın. Keçək videomuza. Bugünkü videomda sizlərə HTML-də SEO məntiqi üçün lazım olan taqları göstərəcəyəm. İlk öncə mən bunu sileyim. Başlayaq dərsimizə. Bu dərsi bitirib CSS-ə keçəcəyik. Yəni, bu dərs bizim son HTML dərsimizdir. İlk öncə HTML yazıram. Biz bilirik ki, title web saytımızın başlığıdır. İngilis dilindədir. Aha, başlayaq. Biz əvvəllər həmişə div yazıb, class yazıb, başlayırdıq ona, məsələn, header adı verməyə. Bu SEO məntiqi üçün, yəni, oxunaqlı və anlaşılıqlı deyil. Yəni, çox rahat oxunaqlı olmur. Amma mən bunun yerinə SEO məntiqi üçün lazım olan taqlardan istifadə eləsəm, çox daha anlaşılıqlı və görünəkli olar. Başlayaq. İlk taqımız header taqı. Bu taqın adından da bəlli olduğu kimi web saytın baş taqıdır. Baş hissəsi olan taqdır. Məsələn, bu içinə yazıb web saytımızda lazım olan taqlardan istifadə edə bilərik. Məsələn, xoş gəlmisiniz. Və məsələn, P taqı açıb, bunun içinə lorem 15 yazaq, məlumatlar verir. Belə məlumat vermək olar. Və buna nav linkdə, nav barda vermək olar. Məsələn, nav barı göstərim sizə. Kontakt.az. Görürsünüz ki, üzərinə gələndə, bura bizim web saytımızın baş hissəsidir, header hissəsidir. Burada gördüyünüz kimi daxil ol butonlar, nömrələr, navbar. Navbar budur. Gördüyünüz kimi bu üzərində olduğum navbardır. Biz də CSS-i keçəndə CSS proyektlərimizdən biri də navbar olacaq. Onu göstərəcəm sizə. Bunu bildik. Məsələn, sonra semantik taqlardan var nav semantik tağı var. Nav semantik tağı header'ın içində yazılır. Bunun içində ul yazılır. Ulun içində li yazılır. Li'nin içində də a yazılır. Bunun üçün dress qoyulur özünə qayıtması üçün. Və içinə home məsələn yazaq. Ctrl-C eləyim bunu. Bir dənə də Ctrl eləyim. Buna yazım about. Buna yazım contact. Belə. Gördüyünüz kimi biz demişdik ki A linkdir. Buna basanda gördüyünüz kimi heç yerə etmədi. Link verməmişəm çünki DS qoymuşam. Biz bunu CSS-lə display flex verib yan-yana düzəcəyik. Sonra justify content speech between ilə daha yaxşı edəcəyik. Və bura bir logo qoyacağıq. Görün o logo var. Belə bir logo qoyacağıq. Aha, bunu da bildik. Header'dan sonra var main. Main əsas deməkdir. Adından da bəlli olduğu kimi. Bura biz əsas məlumatları yazırıq. Məsələn, H1 nə yazaq bura? Məlumatlar. Məlumatların yerinə də yazıram P. Bu web sayt sizə front-endi öyrədəcək. Mən burada görürsünüz ki, Azərbaycan hərfləri istifadə etmirəm, İngilis hərfləri istifadə edirəm. Amma siz web sayt quranda mütləq normal Azərbaycan hərflərini istifadə etməlisiniz. Əgər Azərbaycan bir web saytı qurursunuzsa, yox, əgər İngilis dili web saytı qurursunuzsa, İngilis hərflərindən İngilis dili web saytı qurmalısınız. Onun üçün də İngilis dilini öyrənmək lazımdır. Bir də var bizdə
Nə var? Fikirləşim başqa. Footer var. Footer adından da bəlli olduğu kimi ayaq hissəsidir. Canva'ya niyə girdim mən? Bura gireyim, kontakt yazım. Buradan ən aşağıya vereyim. Gördüyünüz kimi bura, bütün bura, bunu qaldırım yuxarı. Dəqiqə. Qaldıraq yuxarıda qalsın. Bütün gördüyünüz bura, bu və bu footerdır. Məsələn, gördünüz burada sosial şəbəkələr var, sonra təhlükəsizlik alış-veriş yazısı var, nömrələr var, xəritə var, çox şey var. Və burada gördüyünüz kimi kontakt 2026 qorunur işarəsi qorunur. Biz bunu veb saytımızda məsələn belə edərdik. Məsələn, girək VH3 Schoolsa, bu çox yaxşı veb saytdır. Buradan istənilən dili öyrənmək olur. Baxın, bütün dillər var. Burada baxaq, görək o işarədən varmı? Hə, bu da var. Bunu yox, bunu kopyalamırıq, bunu kopyalayırıq. Cıtırılca. Bunu kopyaladım, gəldim footerıma. P ilə yazıram ki, bu işarəni qoydum. Sonra yazıram Ferezov sahib tərəfindən qorunur və 2026 yazıram. Gördüyünüz kimi burada Ferezov sahib tərəfindən qorunur yazısı gəldi. Yəni SEO məntiqi üçün taqlar mən bu qədər bilirəm. Araşdırıb tapa da bilərsiniz. Amma bizə ən çox lazım olanlardan bunlardır. Yəni videomuz bura qədər. Kanalıma like atıb abunə olmağı unutmayın. Biz bu dərsi bitirdikdən sonra, yəni bu HTML axırıncı dərsimizdir. Bundan sonra CSS-dir bizdə. CSS-dən sonra da JavaScript-dir. JavaScript-dən sonra React-dır. React-dan sonra isə tam biz front-endi bitirəcəyik. Yəni videomuz buraya qədər. Kanalıma like atıb abunə olmağı unutmayın.